Kərbəla şəhidləri 2-ci hissə. Həbib İbn Müzahir. Kufə sakini olan Həbib İbn Müzahir Bəni Əsəd qəbiləsinə mənsub idi. Bəni Əsəd Aşuradan sonra şəhidləri qüsl kəfən edib dəfn eləyən qəbilədir. Peyğəmbər salawatullahın səhabəsi və Quran hafizi olan Həbib, Həzrət Əli əleyhissalamın da ən yaxın dostlarından idi. İmam Əlinin xəlifəliyi dövründə baş verən bütün döyüşlərdə iştirak etmişdir. Həbib Aşuradan öncə öz qəbiləsindən 90 nəfərlik könüllü toplamışdır. Kərbəlaya çatmamış, vali onların qarşısını kəsmiş və könüllülər gecə basqın ediləcəyindən ehtiyatlanaraq evlərinə qayıtmışdılar. İmam Hüseyin əleyhissalam hadisəni öyrəndikdə "La hövlə və la qüvvətə illa billah" deyərək Allahdan səbr və yardım diləmişdir. Aşura günündə qoşunun sol cinahına rəhbərlik edən Həbib 62 düşməni öldürmüş, bu mübarizənin sonunda Bəni Təmim qəbiləsindən olan döyüşçülər tərəfindən 75 yaşında şəhid edilmişdir. İmam Hüseynin Həbiblə bağlı sözləri belə nəql olunur. O mənim can bir, qəlb bir qardaşım və dostlarımın himayədarı idi. Həbib İbn Müzahirin qəbri İmam Hüseyin əleyhissalamın hərəmində, imamın mübarək qəbrinin yaxınlığındadır.